Əli Ağayev təqdim edir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Yoldasan proyektimizin 3-cü buraxılışında hər birinizi salamlayırıq. Bugünkü buraxılışımızda biz əsasən istəyirik ki, yanacaq sistemi, yanacağın və yağın vaxtında dəyişdirilməsi və buna qulluq barəsində söhbət açaq. Bizim verilişimizin daimi qonağı və komanda heyətimizin bir üzvü olan Elçin Məmməyev bugün qonağımızdır. Elçin bəy, xoş gəlmisiniz. Salam əleykum, xoş gördük Əli bəy. Sizi də və dinləyicilərinizi, izləyicilərinizi də buradan salamlayıram. Müqəddəs aydır. Buradan hər birinin bayramında təbrik edirəm. Minnətdaram, çox sağ olun. Və Elçin bəy, sizə belə bir sual ünvanlamaq istəyirəm. Veriliş boyu bizə gələn suallardan ən vacibi, yanacaq sistemimdə problem var, bunu necə aradan qaldıra bilərəm? Bununla bağlıdır. İstəyirəm bu problemlə əlaqədar problemlərin əmələ gəlmə səbəblərindən başlayaq. Deməli, başımıza gələn hadisələrdən birini danışım. Deməli, ən çox maşınlarda bir avtomobil müştəri yaxınlaşmışdı. Avtomobil 2 ildir ki, işə salınmayaraq eyni vəziyyətdə, dayanmış vəziyyətdə qalıb. Həmin avtomobildə maşın heç bir halda işə düşmürdü. Düzdür, bununla əlavə olaraq mühərrik də yenidən yığıldı. Mühərrik yığılandan sonra indi mühərrik işə salmağa çalışsan mühərrik işə düşmür. Açıldı, biz bunun birinci ilk növbədə yanacaq çiləyicilərinə baxdıq, gördük təmiz tıxanıb, yəni işləmir. Bunu yuduq, təmizlədik, maşın yenə işə düşdü və bir neçə saniyədən sonra yenə maşın işlək vəziyyətdən düşdü mühərrik. Yenidən cəhd elədik işə salmağa, işə düşmədi. Biz yanacaq çənini açdıq, yanacaq çənində həddindən artıq belə deyək, çirklənmə baş vermişdi, filtr təmiz tutulmuşdu. Biz bunun çənini bir neçə dəfə də təmizləməyə cəhd göstərsək də, artıq çən elə bir vəziyyətdədir ki, yəni bu çəni dəyişmək lazım idi artıq. Yəni belə bir şeylə rastlaşdıq. Yəni bu maşının mühərrikdə qalmağı, bunlar belə səbəblər, belə problemlər yaradır. Ondan əlavə olaraq da imkan verməmək lazımdır. Yanacaq səviyyəsi minimum səviyyəyə düşsün, ən aşağı səviyyəyə düşsün. Ən aşağı səviyyəyə düşəndə artıq həmin bu benzini ötürücüsü, həmin bu nasos deyilir ki, buna həmin bu çəndə olan çirkləri, kanalları tutur, əlavə olaraq yanacaq çiləyicilərini tutur. Bu da getdikcə problemi böyüdür. Nasosun özü də belə tıxanmadan gərginliyi altında işləyir. Müəyyən qədər tutulma birbaşa birdən bəzən bağlanmır da, tədricən bağlanır. Bağlandıqca da nasos gərginliyi altında işləyir və sonradan nasos da sıradan çıxa bilir. Ümumiyyətlə, avtomobillərə qulluq üçün bir çox hallar var ki, onlara biz birinci növbədə yanacağın keyfiyyətinə fikir verməli, yanacaq sistemindən danışırıqsa, mühərrikdə yağlarından, sürətlər qutusunun yağından, soyutma mayelərindən, əyləc mayəsinə qədər ümumiyyətlə bundan tələbatı olan, zamanla tələbatı olan bir şeylərdir. Bunları vaxtında dəyişmək, əvəz eləmək lazımdır. Bir nüansı bildirmək istəyirəm bizə. Bizim təbii ki, ən çox sürücülərimiz az benzin vururlar. Yəni, ümumiyyətlə, yarım çən benzin vuran və yaxud ümumiyyətlə tam çən benzin vuran sürücülərimiz çox azdır. Təbii ki, əgər çən tamamilə benzinlə və yanacaqla doludursa, həm yanacaq çənində işləyən nasos çox ideal vəziyyətdə işləyəcək, problem yaşanmayacaq və eyni zamanda ki, səhv eləmirəmsə, elə yanacağın tərkibindəki yağlanma ilə onlar işləyirlər. Əlavə olaraq, yoxsa bir qədər fərqlidir. Orada bir məsələ də nədir? Az yanacaq vurulanda da bu məlum məsələ ki, bu pompadan yanacaq zapravkasına doldurularkən bu hər dəfə az 5 manat, 10 manat, 15 manat vuranda hər dəfə çənin dibini başlayır qarışdırmağa, qaldırır bunun tərkibində olan. Əlavə olaraq da bak hər dəfə stabil olaraq eyni səviyyədə doldurulursa, yəni 5-10 manat civarında tam doldurma vermirsə, bakın üst hissəsi başlayır paslanmaya, korroziya uğramağa. Çünki o ki, işlənmədi, fərqi yoxdur. Yəni maşın yatdı da, yəni az istifadə yanacaq vursan da, bunlar eyni stabil sürüşlər belə mühərrikə maşına ziyan olan bir şeydir. İndi bir nüans da var da, bəlkə elə kəsin imkanı yoxdur ki, avtomobilə daima dolu çən benzin vursun, yanacaq vursun. Fərqi yoxdur da, yanacaq deyirik, çünki bu dizel də ola bilər, benzin də ola bilər. Əlbəttə. Amma yəni daimi məcburiyyətdəsənmi çəni dolu vəziyyətdə saxlayasan? Və yaxud periodik olaraq hər hansı bir müddətdən ən azından dolu çən yanacaq vurmaq lazımdır.
müəyyən bir müddətdən ən azından belə deyək də, sən 2 həftə 15 gün sayılır ay ərzində. Yəni heç olmasa ayda 2 dəfə polnu vak eləmək, heç olmasa 1 dəfə polnu vak olsun ki, maksimum dolu çən olmalıdır ki, bu həmin hissələrdə korroziya çox olmasın. Həmin yanacaqların tərkibində də yağ var deyənə müəyyən qədər paslanmanın qarşısını alır. Amma işlənmədikcə o paslanma böyüyür. Əlavə olaraq da biz bəyaları Tacəddin bəy də o soyutma mayeləri haqqında danışdı. Onun praktiki cəhətlərini danışdı. Onların elmi cəhətləri də var. Olsun, həmin antifrizlərin özləri, tərkibləri fərqlidir. Karboksilat olur, etilen gliqon olur, gliserin tərkibli olur. Bu antifrizlərin özü də düzgün kodlaşma ilə tökülməyəndə problem yaradır. Karboksilat tərkibli antifrizlər G11 antifrizlərdir. Rəng seçimini qoyuruq qırağa. Ümumiyyətlə antifrizlərin rəng seçimi yanaşması doğru bir yanaşma deyil. Çünki onlar hər biri zavoddan çıxan vəziyyətdə şəffaf rəngdə olur. Şəffaf maye şəklində olur. Həmin rəngi kim vururlar? Rəngi sadəcə olaraq onu sinifləndirmək üçün vururlar. Yəni seçilsin deyə. Başa düşdünüzsə? Əgər G11-in qırmızısı və yaşılı və sarısı varsa, misal üçün deyirəm də, ikisi də G11-dirsə nə fərqi var buna rəngi qatmağın? Belə deyim. Əslində G11 göy rəngli antifrizdir. Göy rəngli antifrizdə siz G12-də, G13-də, G12+-də görə bilməzsiniz. Yəni sadəcə bu G11 göy antifriz G11-dədir. Burada karboksilat tərkibli antifrizdir. Bu yalnız köhnə avtomobillərdə 95-ci ilin 2000-ci ilə qədər avtomobillərdə, müəyyən avtomobillərdə radiator latundan, misdən olurdu, alüminiumdan deyildi. Yəni o tərkibli mühərriklərə siz G11 antifriz tökə bilərsiniz. Karboksilat olduğundan. Bəli, karboksilat antifriz tökməlisiniz. Əgər ki, radiator duralüminiumdursa, alüminiumdursa və yaxud da ki, mühərrikin müəyyən bir hissələri həmin duralüminiumdan, alüminiumdan istifadə olunursa, onda siz etilen glikol tərkibli antifrizlərdən istifadə etməlisiniz. Mən düzgün başa düşdüm. Latun tərkibli radiator soyucularında əgər belə deyim də istənilən halda antifrizin tərkibində maye olduğu üçün bir müddətdən sonra orada dediyimdə əgər tutulmalar baş verə bilərsə, həmin antifriz onu təmizləyir avtomatik olaraq. Həm də belə deyim də bu latun, mis, alüminium hər biri fərqli oksidləşir bunlar. Təbii, əlbəttə. Onların hər birinin oksidləşməsi var və o oksidləşmənin qabağını alan qatqılar var. Təbii. Bu karboksilat latun, mis tərkibli olan radiatorlar üçündür və oksidləşmənin qabağını alır. Amma alüminiumlarda korroziyaya getməsin deyənə ona etilen glikol və yaxud da ki, yeni hibrid nəsil antifrizlərə gliselinlə əvəz ediblər etilen glikolu. Orada etilen glikolla gliselinin arasındakı fərq sadəcə odur ki, gliselin zəhərsizdir. Hibrid antifriz ona görə deyilir. Yəni bilmədən içsən zəhərlənməzsən, amma etilen glikolu içsən zəhərlənəcəksən. Yəni düzdür. Yəni bir şəxs antifrizi niyə içsin ki? Nə bilim, bunu hardasa belə deyək də, din toxuna bilər və ya partlayış verəndə sıçraya bilər sifət və yəni isti vəziyyətdə. Yəni hər hansı bir qaydada və ya çaşarsan, istifadə edərsən, yəni bu səni zəhərləməsin. Gliserin tərkibli zəhərsiz. Gliserin ilə zəhərsiz. Və çox da hibrid avtomobillərini tökürlər. Yox, hibridə tökmürlər. Sadəcə adı hibrid antifriz gedir. Yəni onu hibridə də tökə bilərsən, sadə mühərriklərdə də tökə bilərsən. G13 plus antifrizlərdə olur həmin antifrizlər. Çəhrayı rəngdə əksərən olur, çəhrayı rəngdə antifrizlərdir. Bir də sarı rəngdə olur əsasən antifrizlər. G13-lər. G13-lər, bəli. Onda mən sizin bundan qabaq bizim birinci bulaqçımızda olan həmkarınız Teymur İsrafilovun da dediyi kimi, siz də məsləhət görürsünüz ki, periodik bir dövrdən bir avtomobillərə qatqı istifadə olunmalıdır. Qatqı istifadə olunmalıdır. Çünki yenə deyirəm, o qatqıların xeyri var, zərəri yoxdur. Bu da ki, müəyyən bir markalar var. İndi adlarını çəkmək istəmirəm. Özünü doğrultmuş markaların qatqılarından istifadə etmək. Bugün gündə saxta məhsullar bazarda o qədər var ki, biz o saxta məhsulları töküb daha problemi daha da qloballaşdıra bilərik, daha da böyüdə bilərik. Ən azından markanı da doğru seçimlə eləmək lazımdır. Və məsləhət görə biləcəyiniz, yəqin ki, işlədiyiniz və məsləhət gördüyünüz markalar var. Sizin servisə yaxınlaşıb təbii ki, onlardan istifadə edə bilərsiniz. Bugünkü gündə Azərbaycan bazarında bir çox markalar var. Yəni adların saysam, yəni bu siyahı uzun da ola bilər. Düzdür, bugünkü gündə reklam
xatirinə bazarı müəyyən qədər marketinqlə alınan bəzi markalar var ki, onlar bazarı belə deyək də Bazara alıb amma keyfiyyəti o deyil. Keyfiyyəti o deyil. Alladırlar, reklam sayəsində alladırlar. Qarşılaşmısınız bu cür məhsullarla? Bəli, şəxsən həmin markanı gətirən insanların özünə belə keyfiyyətinin aşağı olmasını izah eləmişəm. Biraz ya özlərini bilməməzliyə qoyub ki, ya məlumatları yox kimi özlərini aparırlar. Deyirəm ki, siz bunu tərifləməklə deyil də, bunun təsdiqlənmələri var da, BEVO-da bu rəsmi təsdiqlərdir. Açırsan rəsmi təsdiq çıxmır və yaxud da ki, bunun texniki parametrlərə baxsan, flash point, yəni yanma dərəcəsi deyilir. Yanma dərəcəsi görsən aşağıdır. Keramik özüllük var. 100 dərəcədən sonra yağın vyaskısı nə vəziyyətdə düşəcək. Baxırsan ki, o həmin vəziyyətdə deyil. Bugünkü gündə biz antifrizdən danışıb, biz də yağdan danışmaq istəyirəm. Mühərrik yağlarında mən bununla da qarşılaşmışam, bir nümunəni də gətirmək istəyirəm. Müştəri gəlib bütün demək olar ki 70-80% markalarda low subs yağlar, yəni C3 tərkibli yağlar. Yəni bizim dildə partikül filtr deyirlər, DPF filtri, Saji filtri kimi bir rus ingilis dillərində də deyirəm ki, indi hər kəs anlaya bilsin. Yəni bu filtr üçün nəzərdə tutulmuş bu low subs yağlar, həmin yağlar o filtrlərin tutulmaması üçündür. Onlar dizel mühərriklərdə Euro 5, Euro 6, Euro 4 standartlı dizel mühərriklər üçün də ayrılır. Yəni 2005-dən üzü yuxarı dizel mühərriklərdə. Əslən bəzi avtomobillərdə hətta 2010-cu ildən sonra həmin filtr quraşdırılıb, partikül filtri. Bu filtr üçün bıraq. Onların benzin mühərriklərdə əslində tökmək olar, amma hansı hallarda olar? Belə bir məsələ də var ortalıqda. Yüksək keyfiyyətli yanacaq halında tökə bilərsən. Məsələn üçün, siz onu 92 kükürt miqdarı çox olan yanacaqla töksəz, həmin yağların tərkibi 100 dərəcədə qorunma indeksi özüllüyü aşağıdır, yuculuq qabiliyyəti aşağıdır. Dizel üçün nəzərdə tutulub, dizeldə sıxılma ilə işləyən mühərrik. Daxili yanma mühərrikində, yəni əsasən yağ nə qədər tez yansa, flash point aşağı, yanma dərəcəsi aşağı olsa, tez yanacaq, tez keyfiyyətdən düşəcək. Tez keyfiyyətdən düşəndə də yağın iş prinsipi belə sürtünmənin qabağını almaqdır. Yəni aşınma deyirlər də, yəni dəmir hissəciklərin bir-birinə sürtünməsindən, yəni maksimum dərəcədə aşınma verməsin. Resursunu uzatsın, mühərrikin ömrünü uzatsın. Müştəri olub gəlir, yenə deyirəm, o C3 tərkibli yağlar 70-80% firmalarda digər A3, B4 standartlı yağlardan daha baha olur. Müştəri benzin mühərrikdir, yaxınlaşıb, qardaş, mən yaxınlaşdım mağazaya, ən bahalı yağ, yəni müəyyən marka vardı, onu dedim, o markanı istəyirəm və onun ən bahalı yağı hansıdır, onu ver. O da götürüb C3 standartlı yağ verib satıcı buna. Deyirəm ki, qardaş, sizin bu maşına uyğun deyil də bu. Deyir, yox, qardaş, mən ən bahalısını almışam. Deyirəm, qardaş, ən bahalısı şərt deyil də. Yəni, siz mənə loru şəkildə ona izah eləməyə çalışıram. Elə bir maşın göstərə bilərsiniz mənə, həm şəhərdə sedan kimi olsun, həm dağda SUV olsun. Deyir, qardaş, elə şey olanmaz. Deyirəm, axı, bu da, yəni SUV-də sedandan müəyyən bir markalar var ki, nisbətən həmişə biraz qiymət cəhətdən yüksək olur. Deyirəm ki, bəs sən indi onu gətir şəhərdə denən ki, mən ən yaxşı, ən sürətli SUV-ni gətir denən ki, ən sürətli mənim maşınım var, ən bahalı deyənə ən sürətlisini almışam. Elə bir anlayış doğru deyil. Yəni onun təyinat nöqtəsi var. Siz onun təyinatın düzgün istifadə eləmirsiniz. Sizin maşınınızı bundan həmin markanın biraz ucuz yağı filan təsnifatla töksəniz, daha yaxşı nəticə alarsınız. Onun da ki, texniki parametrlərini göstərirəm ki, qardaş, bax, görsən, keramik özüllüyü yüksəkdir, yəni qorunma qatı, plyonka qatı daha yüksəkdir, yanma dərəcəsi daha yüksəkdir. Çünki benzin mühərriklərdə daha çox isinmə yaranır həmin o Porsche olan yanma kamerasında. Qalır, baxır ki, deyir, ustaxı mən dükandan soruşanda mənə bunu demədilər. Bəzən satıcıların savadsızlıqları da sürücülərə bir növ ziyan vurur. Həm cibinə ziyan vurur, həm avtomobilinə. Həm də avtomobilinə. Yəni, bahalı o demək deyil ki, ən yaxşısıdır. Yəni, siz birinci növbədə təyinatını araşdırmalısınız. Yəni, onu deyirəm, adicə müştəri var, gəlir, deyir ki, mən maşın içində, qardaş, göy antifrizli, mən göy istəyirəm və ya qırmızıdır, qırmızı tökək, yaşıldır, yaşıl tökək. Deyirəm, siz avtomobilin rəng söhbəti boş şeydir. Mən, düzdür, indi G11-lər əsasən ancaq
göy rəngdə olur. Göyləkdə olur. Amma yaşıl rəngdə antifriz mən G12-də də göstərə bilərəm, G11-də də göstərə bilərəm. Bu markalarda bəzən o rənglərdə qarışıqlıq salınıb. Qırmızı G12-dir, düzdür. Əsasən qırmızı G12 olur. İlk illər yaşılla göy G11-lərdə olub. Əsasən ilk qrup baxılışda belə başlayıb hər şey. G11 yaşıl göy olub, qırmızı G12+ olub, sarı və ya çəhrayı rəngdə G13+, G13++ belə təsnifatlanma gedib və bu qədər. Bir nüansı bildirmək istəyirəm sizə, Elçin bəy. Niyə görə bizdə ən çox bizdə rastlanan bir nüansdır? Biz ən çox sürücülərimizə bunu məsləhət görürük ki, 5000 kilometrdən bir yağı dəyiş. Əgər sürücü də gəlir deyir ki, əgər bu yaxşı yağdırsa və hər hansı bir brend, yəni bildiyimiz, tanınmış bir yağı, bahalı bir şirkətin yağını alır. Deyir ki, əgər bu bahalı yağdırsa, mən bunu 120 manat verirəm, yağı alıram. Mən bunu da 5000 kilometrdən bir sürürəm və bundan bir sinif aşağı yağı da alsam 70 manata, mən onu da 5000 kilometrdən bir sürəcəm. Və hər iki yağın da təsnifatı mənim avtomobilimə uyğundur. Bir qədər buna izah verin ki, yəni nəyə görə biz ən çox məsləhət veririk ki, 5000 kilometrdən bir avtomobilin yağını dəyiş. Məsələ orada nədir? Əslində bizdə yolların çirkli olmağı, çünki hava filtri olan hissəcikdən müəyyən qədər toz hissəciklər mühərrikin içinə daxil olur və yaxud da ki, nəzərə alsaq ki, yanacağımızda kükürt miqdarı çoxdur və bu mühərrikdə normalda, məsələn, Porsche-nin aşağı-yuxarı hərəkət edərkən partlayış 95 yanacaqda 3 dəfə partlayış verməlidirsə, 92 yanacaqda kükürt miqdarı çox olduğu üçün xırda partlayışlar əlavə artırılır. Bu harca çıxır 4-5 partlayışa. Onda da detonasiya daçikləri işə düşür. Başlayır mühərrikdə belə deyək, check engine deyirlər də, yəni yoxlanış işığı yanmağa. Yəni bu da yanma kamerasında yanmanın düzgün getməməsini bildirir. Yəni həmin yanma düzgün getməyəndə, düzgün partlayışlar verməyəndə, yəni boğulma altında baş verən əlavə partlayışlar bir növ hiss effekti yaradır da, hiss yaradır da. Həmin bu hissə də Porsche aşağı-yuxarı hərəkət edərkən və bunun üzükləri, həmin yağ üzükləri başlayır onları hər dəfə süzərkən, təmizləyərkən bu yağın tərkibinə qədər yağın rəngini və keyfiyyətini salır. Bu bir məsələdir. Əlavə olaraq da ki, ümumiyyətlə bütün yağlar 5000 sürülməlidir anlayışı tam kökündən yanlışdır. Elə yağlar var ki, mən onu 1000 kilometr belə sürməyə məsləhət görmərəm. Saxta yağlardır, bəli, 100%. O mineral tərkibli yağlardır. Mühərrikdə kakoslaşma yaradır da, yəni yağı palçıqlaşdırır. Yəni bərbad hala salır. Bəlkə siz videolarda, internetdə bəzən qarşısında görmüşəm, bəli. Hətta sizin videolarda görmüşdüm ki, bir sizin paylaşımınız olmuşdu, sizin servisin. Deməli, karter hissəsini açanda, vanna hissəsini, mühərrikin vannasını, aşağı vannasını açanda əməlli başlı orada palçıq var idi. Özü də çox tanınmış bir firmanın yağı idi, avtomobildən süzdüyünüz. Təbii ki, orada mən soruşmadım. Şəxsən özümə maraqlı gəldi. Zəng vurdu, soruşdum və günü bugün həmən yağı o dərəcədə tərifləyirlər ki, yəni bu yağdan yoxdur. Düzdür. Yəni bugünkü gündə biz onun bir neçə dəfələrlə şahidlik olmuşuq. Təkcə bu alt vannadan söhbət getmir. Üst krişka hissəsini də açırsan, eyni vəziyyətdə bu klapanları tənzimləyən rasbit vallar var. Onlarda da eyni üstündə görürsünüz. Dirsəkli vallar dedir, xırda dirsəkli vallar gedir. Bunların üstü zad görürsünüz, çox bərbad vəziyyətdədir. Yəni bu mineral tərkibli yağların fəsadlarıdır. Bir də ümumiyyətlə düşüncələr bəzən soruşurum. Müştərilərdən deyir, məndə turbo mühərrikdir. Qardaş, filan markadan yağını tökürəm. Deyirəm, yəni söhbət orada sizin mühərrik turbo mühərrikdirsə, turbonun pərvanəsində yağlayan mühərrikin yağıdır. Həmin turbonun pərvanəsi bir yağın keyfiyyətini salır. Mühərrikin içində Porsche-nin də qızması da ikinci yanma kamerası olan istilikdə ikinci keyfiyyətini. Sizə sintetik tərkibli yağ lazımdır. Mühərrikin ressusunu qorumaq üçün. Düzdür, sintetik tərkibli yağların da mənfi cəhətləri var. Bu mənfi cəhətlər nədir? Bu kipgəcləri tez sıradan çıxardır. Tam sintetik. Buna PAO ester tərkibi, 4-cü, 5-ci nəsil baza yağları tərkibli olan yağlara aiddir. Yox, mənim mühərrikim əgər
turbo mühərriki ilə təchiz olunmayıbsa, mən ona 3-cü nəsil bazayağı hidrokraking yağ tökərəm, həm kip gəzlərimi qoruyaram, həm mühərrikimi. Turboda həmin yağ effekt vermir deyənə, mən orada kip gəzi qurban verirəm, amma mühərrikimi qurban vermirəm. Başa düşdünüz necə? Yəni məsələ ona görə ki, turboda niyə PAO tərkibli yağdan istifadə etmək lazımdır? Yaxşı, əgər dediyinizdə mən belə nəticə çıxarıram ki, istənilən halda biz avtomobildə nə isə qurban veririk. Mən belə başa düşdüm. Yəni, əgər bir istifadə etdiyimiz məhsul nə qədər yaxşı olsa belə, bir detalı qoruyursa, bir müəyyən bir periodik dövrdən sonra digər bir detalda aşınmalar və yaxud ki, problemlər yaşana bilir. Əslində, Əli bəy, mən bunu belə deməzdim, başqa cür izah edərdim ki, bax, həmin bu avtomobillər zaten əvvəlki mühərriklər, köhnə nəsil mühərriklərdə atmosferik mühərriklərdir. Həmin zavodlar onların gücünü artırmaq üçün onları turbinlərlə, yüksək təzyiqli forsunkalarla, kompresorla təchiz elədilər. Bu da zaten həmin mühərriklərin ömrünü qısaltmağa hesablandı. Yəni gücü çox əldə edirsənsə, yüklənmə çox varsa mühərrikdə, mühərrikin ömrü onsuz da azalacaq. Siz onun mühərriki qorunmaq üçün müəyyən şey. Amma sadə atmosferik mühərriklərdə siz nəyi qurban verirsiniz? Heç nəyi. Hidrokraking yağızı tökürsünüz. Nə piyasa problem var, nə mühərrikdə. Bu sadə mühərrikdir. Sadəcə olaraq, yenə deyirəm, mühərriki yükləyirsənsə, zaten zavod ona o balaca litrajlı mühərrikə böyük güc verirsə, sən onda zavod onu zaten bilir ki, bunun ömrü atmosferik mühərrik kimi yarım milyon, 1 milyon ola bilməz, gedə bilməz. Başa düşdünüz necə? Yəni məsələ orada xırda mühərriki çox yüklənməyindən o zaten indiki belə deyim də, indiki brendlərin ən çoxu və firma şirkətləri, avtomobil şirkətlərinin ən çoxu marketinqə yönəlmiş bir iş görürlər və buna görə də əgər bizim dövrümüzdə və hamımızın sevə-sevə sevdiyimiz modellər milyonu keçirdisə, maksimum 150 mindən sonra mühərrik təmirə gedir. Mövzumuz çox uzundur. Biz Elçin bəy bundan saatlarla danışa bilərik. İstəyirəm mövzumuzun davamını növbəti buraxılışımıza saxlayaq. Sizlə bu mövzunu yenidən davam edəcəyik. Çünki biz bu mövzu haqqında hətta saatlarla, günlərlə danışa bilərik və problemlər çox geniş bir mövzudur. Ona görə istəyirəm bu mövzunu hələlik burada saxlayaq və növbəti çəkilişimizdə sizinlə yenidən elə qaldığımız yerdən də davam edərik və problemləri daha da üzləşdiyimiz problemləri həm səsləndirərik, həm də biz izləyicilərimizdən bir şey xahiş edəcəyik ki, bu mövzu ilə əlaqədar əgər suallarınız və Elçin bəyə ünvanlayası sözlərimiz, problemləriniz varsa çəkinmədən şərh bölümündə öz fikirlərinizi yazın, fikirlərinizi bildirin və biz hal-hazırda Elçin bəyin işlədiyi servisin ünvanını və əlaqə nömrəsini sizə yönləndirəcəyik ki, rahat şəkildə həm Elçin bəydə məsləhət qıla bilərsiniz və eyni zamanda da əgər ehtiyac duyularsa servisə yaxınlaşıb problemi oradan arada qaldıra bilərsiniz. Elçin bəy, minnətdaram sizə. Bizi bu qədər işin sıxlığına baxmayaraq təklifimizi qəbul ediniz, gəldiniz. Zaten sizin efirdə yenidən görüşəcəyik biz. Amma bir daha çəkilişdə göstərdiyiniz köməkliyə görə sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun Əli bəy, dəvətiniz üçün minnətdaram. Sizinlə xoş oldu. Belə gözəl bir verilişdə, birlikdə diskussiyalar, yəni müzakirələr aparmaq xoş oldu bizim üçün. Yəqin ki, dinləyicilərimiz üçün də müəyyən qaranlıqlar var ki, əlimizdən gələn qədər onları işıqlandırmağa çalışdıq. Növbəti də suallar olsa, növbəti verilişlərdə inşallah onları da işıqlandırmağa çalışacağıq. İnşallah. Dostlar, özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Hələlik.